Salam əziz tələbələr, bir rəsmi məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Bu il magistratura səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün 17.688 yer ayrılmışdır və bu yerlərdən 7.022 yer sırf dövlət sifarişli qəbul olacaq. Ötən illə müqayisədə plan yerləri artıb və ümumilikdə təqribən 5% daha çoxdur. Bəzi proqramlar üzrə plan yerləri artıb, bəziləri üzrə isə azalmışdır. Rus bölməsi üzrə plan yerləri azalsa da, Rus və Azərbaycan bölməsi üzrə birgə müsabiqəyə təqdim olunan yerlərin sayı artıb. Belə ki, 2025-ci ildə birgə müsabiqə üzrə plan yerləri 14.414 yer idisə, 2026-cı ildə 15.511 yer nəzərdə tutulub. Bu yerlərin əksəriyyəti üzrə tədris Azərbaycan dilində olacaq və onu da qeyd etmək istəyirəm ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi növbəti həftə ərzində başlaması nəzərdə tutulub. Əgər siz də magistratura seçimini düzgün etmək istəyirsinizsə, aşağıda qeyd olunmuş nömrə ilə əlaqə saxlaya bilərsiniz.